Salam hörmətli namizədlər. Bugünkü videomuzda sizlərə UBTR, yəni Uşaq Birliyi Təşkilatı rəhbərinə aid test nümunələrini tanış edəcəyəm. Vaxt itirmədən başlayaq test nümunələrimizə. Birinci testə baxırıq. Aşağıdakılardan hansı Uşaq Birliyinin əsas prinsipinə aid deyil? Könüllülük prinsipi, özünü idarə prinsipi, məcburiyyət prinsipi, humanizm prinsipi və demokratizm prinsipi. Test cavablarına diqqət eləsək, məcburiyyət. Bax, bu özü ilə açar sözdür, yəni doğru cavab variantımız C variantıdır. İkinci testimizə baxırıq. Aşağıdakılardan hansı Uşaq Birliyi rəhbərinin funksiyasına aid deyil? Funksiyadan söhbət gedir burada. Uşaqların təşəbbüsünü dəstəkləmək, tədbirlərin planlaşdırılması, dərslərin tədris proqramını hazırlamaq, uşaqlarla fərdi iş aparmaq, birliyin işini əlaqələndirmək. Fikir verin, tədris proqramı birbaşa tədrisdən söhbət gedirsə burada, yadda saxlayın ki, UBTR tədrisə birbaşa metodika olsun və ümumiyyətlə müəllimin işinə qarışa bilməz UBTR. Aydındırmı? Ona görə burada doğru cavab variantımız dərslərin tədris proqramını hazırlamaqdır. Yəni doğru cavab variantımız C variantıdır. Üçüncü testə baxırıq. Aşağıdakılardan hansı uşaq özünü idarə orqanına aid deyil? Şura, aktiv məclis, komissiya, dərs komitəsi. Üçüncü testimizdə uşaqdan söhbət gedirsə, təbii ki, dərs komitəsi uşaq özünü idarə orqanına aid ola bilməz. Ona görə doğru cavab variantımız C variantıdır. Dördüncü testə baxırıq. Aşağıdakılardan hansı düzgün deyil? Düzgün deyili soruşuruq. Uşaq Birliyi hüquqi şəxsdir. Uşaq Birliyi könüllü təşkilatdır. Uşaq Birliyi təhsil müəssisəsində fəaliyyət göstərir. Uşaq Birliyi dövlət qeydiyyatından keçə bilər. Uşaq Birliyi nizamnamə əsasında fəaliyyət göstərir. Fikir verin, dördüncü testimizdə doğru cavab variantı Uşaq Birliyi hüquqi şəxsdir. A variantına fikir verin. Axı biz əvvəlki videolarımızda da baxsanız görəcəksiniz ki, hüquqi şəxslə fiziki şəxsin bir-birindən fərqi nədir? Bunun haqqında danışmışam. Fiziki şəxslər bir-birindən vəzifələrinə görə, statuslarına görə və s. Ümumiyyətlə geniş videomuz var bununla bağlı. Əvvəlki videolarımıza baxsaz görəcəksiniz. Yəni Uşaq Birliyi üzr istəyirəm, birbaşa hüquqi şəxs sayıla bilməz. Ona görə doğru cavab variantımız A variantıdır 4-cü testimizdə. 5-ci testə baxırıq. Aşağıdakılardan hansı Uşaq Birliyinin iş formasına aid deyil? Layihə, aksiya, marafon, imtahan, festival. Burada doğru cavab variantımız D variantıdır, imtahandır. 6-cı testə baxırıq. Aşağıdakılardan hansı səhvdir? Yəni, səhv olan fikri bizdən soruşur. Rəhbər uşaqların hüquqlarını müdafiə edir, okeydir. Daha sonra rəhbər uşaqlarla valideyn arasında körpü rolunu oynayır, okeydir. Rəhbər uşaqları cəzalandırmaq hüququna malikdir. Rəhbər uşaqların təhlükəsinə cavabdehdir, bəli. Rəhbər uşaqların inkişafına kömək edir, təbii ki. Burada doğru cavab variantımız rəhbər uşaqları cəzalandırmaq hüququna malikdir. Belə bir hüquq tanınmır UBTR-ə, yəni bizdən də səhv fikri soruşurdu. Ona görə doğru cavab variantımız 6-cı testdə C variantıdır. 7-ci testə baxırıq. Aşağıdakılardan hansı Uşaq Birliyinin sənədinə aid deyil? İş planı, tədris ssenarisi, hesabat, dərs konspekti, protokol. Baxın, UBTR-də iş planı, tədbir ssenarisi, hesabatı, yəni aylıq, rüblik, yarım illik, illik formada ola bilər. Protokol da təbii ki, tədbirlər haqqında keçirdiyi tədbirlər, uşaqlarla keçirdiyi məşğələlər və s. və ilaxır ekskursiyalar, bunlar hamısının təbii ki, protokolu olmalıdır. İş planında eyni zamanda. Burada doğru cavab variantımız aid deyili soruşduğu üçün dərs konspektidir. Yəni doğru cavab variantımız 7-ci testdə D variantıdır. Aşağıdakılardan hansı Uşaq Birliyinin məqsədinə aid deyil? Uşaqların vətənpərvərlik tərbiyəsi, uşaqların yaradıcılıq qabiliyyətinin inkişafı, uşaqların sosial fəallığının formalaşması, uşaqların akademik biliklərinin qiymətləndirilməsi, uşaqların ünsiyyət bacarıqlarının inkişafı. 8-ci testimizdə doğru cavab variantı D variantıdır. Çünki şagirdin, yəni uşağın akademik biliklərini qiymətləndirmək birbaşa müəllimə aiddir. UBTR-ə yox. 9-cu testə baxırıq. 9-cu testimiz bizdən soruşur ki, aşağıdakılardan hansı Uşaq Birliyi rəhbərinin səriştəsinə aid deyil. Yenə də aid deyili soruşur bizdə. Kommunikativ səriştə, təşkilatçılıq səriştəsi, psixoloji pedaqoji səriştə, mühasibat səriştəsi, layihə idarəetmə səriştəsi. Fikir verirsinizmi? A, B, C və Y variantları bir-biri ilə yaxından uzaqdan əlaqəlidir. Amma mühasibət səriştəsi tamamilə başqa bir sfera olduğu üçün özü də açar rolunu oynayır elə testdə, variantlar içində. Doğru cavab variantımız təbii ki, mühasibat səriştəsidir. Yəni 9-cu testimizin düzgün cavabı D variantıdır. 10-cu testimizə baxırıq. 10-cu test bizdən soruşur ki, aşağıdakılardan hansı səhvdir? Ümumiyyətlə variantlardan biri səhvdir, digər 4-ü isə doğrudur. Baxırıq variantlara. Uşaq Birliyində qərarlar səs vermə ilə qəbul olunur. Uşaq Birliyində lider seçilir. Uşaq Birliyində böyüklər bütün qərarları verir. Yox.
D variantına baxaq, bu digər variantlar üçün deyə. Uşaq birliyində əməkdaşlıq prinsipi var, okeydir. Uşaq birliyində təşəbbüskarlıq dəstəklənir, təbii ki. Yəni 10-cu testimizdə də doğru cavab variantı C variantıdır. Çünki variant bizə deyir ki, uşaq birliyində böyüklər bütün qərarları verir. Bu təbii ki, absurd bir fikirdir. Bizdən də zaten səhv fikri soruşurdu. Ona görə C variantı 10-cu testimizdə doğru cavabdır. 11-ci testə baxırıq. Aşağıdakılardan hansı uşaq birliyinin təşkilatı strukturuna aid deyil? Ümumi yığıncaqdır. İcraiyyə komitəsidir, pedaqoji şuradır, nəzarət təftiş komissiyasıdır, rəhbərdir. 11-ci testimizdə doğru cavab variantı pedaqoji şuradır. Onsuz da bizdən aid deyili soruşurdu. Amma pedaqoji şurada iştirak eləyə bilər ha, UBTR. Bizdən soruşulan sual tamamilə fərqli idi. Bu sizə çaşdırması. 12-ci testimizə baxırıq. Aşağıdakılardan hansı düzgün deyil? Düzgün olmayan variantı soruşur. Uşaq birliyi sosial layihələr həyata keçirir. Uşaq birliyi xeyriyyə aksiyalar təşkil edir. Uşaq birliyi kommersiya fəaliyyətlə məşğul olur. Uşaq birliyi könüllülük hərəkatını təbliğ edir. Uşaq birliyi sağlam həyat tərzini təbliğ edir. 12-ci testimizdə doğru cavab variantı C variantıdır. Kommersiya fəaliyyətlə məşğul olmur UBTR. Aydındırmı? 13-cü testə baxırıq. Aşağıdakılardan hansı uşaq birliyi rəhbərinin sənədləşmə işinə aiddir? İllik iş planı, aylıq iş planı, tədbirlərin təhlili, uşaqların siyahısı, Y variantında isə hamısı. Təbii ki, aid olanları soruşduğu üçün sadaladığımız, yəni A, B, C, D variantlarında hamısı uyğun gəlir. Ona görə də biz Y variantı hamısını, yəni Y variantı doğru cavab variantıdır 13-cü testdə. 14-cü testə baxırıq. Aşağıdakılardan hansı səhvdir? Yanlış olan bir fikri soruşur bizdə. Rəhbər uşaqların yaş xüsusiyyətləri nəzərə alır. Rəhbər uşaqlarla fərdi söhbət aparır. Rəhbər uşaqları valideynlərinə şikayət edir. Rəhbər uşaqları təhlükəsizliyi təmin edir. Rəhbər uşaqların hüquqlarını izah edir. 14-cü testimizdə doğru cavab variantı C variantıdır. Rəhbər uşaqları valideynlərinə şikayət edir. Yəni səhv fikri soruşduğu üçün C variantı 14-cü testimizdə doğru variantdır. 15-ci testə baxırıq. Aşağıdakılardan hansı uşaq birliyinin təbliğat formasına aid deyil? Divar qəzeti, sosial şəbəkə səhifəsi, video çarx, sinif jurnalı, buklet. 15-ci testimizdə fikir verin, sinif jurnalı doğru cavab variantıdır.